Salam dostlar. Bugün doğma vətən Azərbaycanla bağlı 16 dəyərli məlumat paylaşacağam. Yəqin ki, bu məlumatların bəzilərindən xəbərdarsınız. Əslində, bugün məlumat videosu hazırlamaqda da bir məqsədim var. Bildiyiniz kimi, mən bu kanalda fəaliyyətə başlayanda ilk vaxtlar yalnız müxtəlif mövzularla bağlı videolar hazırlayırdım. Və dostlarımızın bəziləri də sırf həmin videolara görə kanala abunə olublar. Sonra da mən Qarabağ mövzusu ilə bağlı videolar təqdim etməyə başladım və həmin dostlarım məndən xahiş etdilər ki, bu mövzuda da videoları davam etdirim. Və sentyabrdan planlaşdırmışam kanalı qaydasına salın və eyni vaxtda həm Qarabağ mövzusu ilə bağlı, həm də müxtəlif mövzularla bağlı maraqlı hesab etdiyim məlumatları bölüşüm. Həmçinin başqa ideyalar da var, yəni sayımız 10 minə çatandan sonra başqa yeni ideyalar da var, onları da həyata keçirməyi planlaşdırmışam. Yeri gəlmişkən sayımızın 10 minə çatmağına da çox az qalıb və ümid eləyirəm elə sentyabradək 10 minə çatacağıq. Buna görə kanala abunə deyilsinizsə elə indi videonun aşağısındakı abunə ol düyməsinə klik edib mənə dəstək ola bilərsiniz və abunə sayını 10 minə biraz da yaxınlaşdıra bilərsiniz. Belə çox uzatmadan keçək videoya və Azərbaycanla bağlı 16 dəyərli məlumatla tanış olmağa başlayaq. Şəkildə gördüyünüz Azərbaycanlı kosmonavt Kamran Məhərrəmovdur. O, Amerika Birləşmiş Ştatlarının Orlando şəhərində yerləşən Apollo Kosmik Akademiyasında qeydiyyatdan keçmiş yeganə Azərbaycanlı kosmonavtdır. Almaniyanın Münhen şəhərində 2-ci Dünya müharibəsindən sonra sağ qalmış Azərbaycanlı legionerlərin və müxtəlif illərdə Avropaya mühacirət etmiş mühacirlərin yığıncağı. Arxa fonda 3 rəngli bayrağımız asılıb. Münhen 1951-ci il. 1920-ci ilin Novruz bayramı Şuşa şəhərinin tarixində qanlı günlərdən biridir. Həmin günün axşamı şəhərin müsəlman əhalisinin bayram keçirməsindən istifadə edən ermənilər gecə saatlarında qəfildən dinc əhalinin üzərinə hücum etdilər. Dəli Kazaryanın və dron kimi tanınan Drastamat Kanayanın rəhbərlik etdiyi quldur birləşmələri əvvəlcədən işarələnmiş müsəlman evlərini yağmaladılar. Nəticədə 200-dən çox müsəlman evi yandırıldı. 600-ə yaxın müsəlman isə qətlə yetirildi. Sol tərəfdə hələlik Azərbaycan adına Nobel mükafatı qazanan yeganə şəxs Lev Landau, mərkəzdə isə onun bacısı Sonyanı görürsünüz. Landau 14 yaşında eyni vaxtda Bakı Dövlət Universitetinin həm fizika riyaziyyat, həm də kimya fakültəsinə daxil olub. Onun bu rekordunu hələ ki təkrarlayan yoxdur. Azərbaycanın dünya şöhrətli futbol hakimi Tofiq Bəhramov 15 illik karyerası ərzində heç bir futbolçuya qırmızı vərəqə göstərməyib. Hamı onu 1966-cı il finalından tanısa da, 1968-ci ildə Çempionlar Liqası yarımfinalında Manchester United Real Madrid, 1970-ci il Dünya Çempionatının yarımfinalında Braziliya Uruqvay və 1972-ci il klublararası Dünya Çempionatının finalında Ajax Independiente qarşılaşmaları da həm yerlimizin iştirakı ilə keçirilib. Qərbi Azərbaycan ərazisində İrəvandan 40 km məsafədə yerləşən Alagöz dağı. Ermənilər dağın adını dəyişib Araqats qoyublar. Şəkildə gördüyünüz şəxslər Benito Mussoliniyə qarşı vuruşan İtalyan müqavimət hərəkatının əsgərləridir. Ortadakı Azərbaycanlı Musa Məmmədovdur. 1918-ci ildə Bakı kommunasında istifadə edilən 50 rubl. Üzərində Nərman Nərmanovun imzasını görmək mümkündür. Azərbaycan Demokratik Respublikası tərəfindən 1920-ci ildə təsdiq edilmiş Şimali və Cənubi Azərbaycanın xəritəsi. İkinci Dünya müharibəsində Avropada partizan dəstələrində vuruşmuş, əslən Zaqataladan olan Məmməd Məmmədovun şərəfinə Hollandiyanın Oysterwijk şəhərində park var. Almaniya Hava Qüvvələri, yəni Luftwaffe tərəfindən 4 may 1942-ci ildə Bakının havadan çəkilmiş fotosu. Fotoda bombalanacaq yerlər işarələnib. Gəncəyə gedən Sovet tanklarının qarşısını Goranboyda kütlə kəsir. 22 yanvar 1990-cı il. İsmailiyyə binası, indiki Azərbaycan Milli Elmlər Akademiyasının rəyasət heyətinin binası, erməni-rus qoşunu tərəfindən yandırıldıqdan sonra 31 mart 1918-ci il. Molla Pənah Vaqifin ağacdan oyma heykəli, Şuşa, Azərbaycan. Vaxt var idi, Gəncə küçələrində tramvaylar görmək mümkün idi. Foto 1958-ci ildə çəkilib. Azərbaycanın ilk kosmonavtı Musa Manarov. O 1987-1988-ci illərdə kosmonavt kimi fəaliyyət göstərib. Milliyyətcə lak olub. Belə, bu videoda yekunlaşdı. Mövzu ürəyiniz oldusa, videonu bəyənin və sosial şəbəkə hesablarınızda dostlarınızla paylaşın ki, onlar da baxsınlar. Kanala abunə olmağı unutmayın və bu videoya baxmamısınızsa mütləq baxın. İnanıram ki, bəyənəcəksiniz. Başqa bir maraqlı mövzuda görüşərik.